أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين ولعنة الله على أعدائهم أجمعين الآن إلى قيام يوم الدين آمين يا رب العالمين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي رب صل على محمد وآل محمد صل على محمد وآل محمد أن تصلي على محمد وآل محمد اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Bir dediğim olsun lazım olar. Biri adı salavatdır. Allahümme salli ala Muhammed ve ali Muhammed. Rabbi salli ala Muhammed ve ali Muhammed ve salli ala Muhammed ve ali Muhammed en tusalli ala Muhammed ve ali Muhammed. Bunlar hər biri salavatlardandır ki, əsası o bizim bildiyimiz birincisidir. Allahümme sözlə başlayan. Qolmuş şeytanın şərrindən Allaha sığınıram, Rəhman, Rəhim olan Allahın adıyla. Allahın salam və salavatı olsun Peyğəmbər və onun pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Təcvid tarixdə və şəriətdə dərsində. Bugün 10 aprel 2026-cı il 52-ci dərs maraqlı mövzu. Keçən dərs danışmışdıq vacib və yaxud da müstəhəb səcdələrin, ayələrinin hökmü barəsində. Demişdik, mən bir cümlə qalıb burada, fərqli mövzudur, amma lazım olacaq bizə deyə. Salavat və xüsusi zikirlər barəsində fikhi hökmlər. Yaxşı. Yəni, məsələn, biz Quran-ı Kərimi oxuyanda müəyyən bir orada zikirlər, müəyyən bir sözlər, adlar, ləqəblər bizə rast gəlir ki, biz onun qarşısında nə eləyək? Salavat deyilən bir şey var da. Salavatla salamın müəyyən bir fərqi var. Bu bizim paylaşımımız vardı. Və xüsusi, deyək, maraqlı onların fərqi var, mənası var ikisində. Salavat Peyğəmbər və ali Peyğəmbərə deməli zikirlərdən biridir. Gözəl əməllərdən, savablı işlərdən biridir. Ki, Quranda var Peyğəmbərə göstərilən bir ayəmiz var, Əhzab 56-cı ayə və hədislərimiz var ki, mənə salavat göndər, amma yarımçı salavat göndərməyin. Amma fikri baxımından salavat iki növdür. Var vacib salavat, var müstəhəb salavat. Vacib salavat hansıdır? Hansıdır? Vacib, mən deyirəm, baxın görün, siz deyəndir yoxsa yox. Vacib salavat namazda, təşəhhüddə son cümlə olan salavat. 5 dəqiqə cümlədir təşəhhüd. O salavat hökmən deyilməlidir. Bizim orada salavat deməliyimiz müstəhəb ünvanda deyil. Deyir ki, vacibatdandır. Belə deyilməsə namazımız batil olacaq. İstər namaz vacib olsun, qəza olsun, müstəhəb olsun, qadın öz qılsın, kişi qılsın, evində qılsın, səfərdə, harada qılsansa qıl, təşəhhüd varsa salavat demək orada vacibdir. Bəs müstəhəb salavat hardadır? Onun yerləri çoxdur da. Müstəhəb salavatda bir neçə hissəyə bölünür. Biri Quran əsnasındadır, biri Qurandan kənar yerlərdədir. Məsələn, Quran qariləri Quran-ı Kərim ünsiyyətdə olduğu vaxt və bildik ki, onu gətirən bizə Peyğəmbərimizdir. Bir növ Peyğəmbərimizin şəxsiyyətinə önəm, diqqət, hörmət ünvanında Quran-ı Kərim məsələn
əlimizdə alanda nə edirik? Öpürük, salavat deyirik. Nə mənadadır bu? Yəni peyğəmbərimizin bu işdə böyük zəhməti var. O Allahın seçdiyi, sevdiyi bir peyğəmbər şəxs idi, peyğəmbərdir və o əziyyətlə, zülmlə beydək o vaxt dövrdə Quran-Kərim bizə təhlil verir. Bir növ onun yad etmə ünvanında da müstəhəbdir. Yaxşı. Allahümmə salli əla Muhammed və əli Muhammed. Düzdür ya, peyğəmbərin ehtiyacı yoxdur. Bizə bəzən Yasin oxudurlar, imamlarımız üçün, peyğəmbər üçün. Demirəm olmaz, demirəm haramdır. Yox, insan məhəbbəti var imam peyğəmbərə, 5 kimsə, 14 məsumə oxudursun. Amma onların ehtiyacı olmur. Onlar olsa yeri cənnətdir. Onlar olsa sən oxudursan, oxusan, istə oxudursan, istə oxusan, onlar bir deyir, isti soyuqluqdur, xeyli ziyanı yoxdur. O görür ki, sən məni yadlayırsan, deyir, o da göndərər sənin bu savabı sənin ölənən ruhuna. Əli yor, əlli üzü yor. Sən peyğəmbər yad etdiyi üçün ki, peyğəmbər sənlə mən orada ata-anamı, bacı qardaşımı elə yad elə. O təşəhhüddə bura yoxdur ya, düş yadıma. Sonda cümlə var, 5-ci vacib. Sonra axır nə deyirik? Müstəhəb risalə var. Və təqabbal şəfaətəhu fi ümmetihi vərfə' dərəcətəh. İlahi, peyğəmbərimizin şəfaətini ümmətə barəsində qəbul elə. Vərfə' dərəcətəh. Onun dərəcəsini daha da uca elə. Hansı dərəcə? Peyğəmbərin yetişə bilmədiyi dərəcə qalıb. Bütün məqamı hamısı yetişib də bu adam. Düzdür? Hamısı. Bəs niyə o duanı eləyirik? Niyə? Dua həmişə bu ünvandan deyil ki, qəbul olunsun. Yəni, mən o yad edirəm də. Məndən yad eləmək. Yəni, olası bəndənin bilmədiyi müəyyən məqamlar var, nə var. Sən daha da onun məqamını uca elə, daha da sevsinlər onu. Allah gör ki, bəli, mənim bəndəm, mənim peyğəmbər yad eləyir, təbii ki, o cavabsız da qalmayacaq. Bu bir. Quran-Kərimi əlimizə alanda bizə onu əmanət ünvanında verən və Quran-Kərimi qəbul edən, Allah tərəfindən qəbul edən peyğəmbərimizi bir növ yad etmək üçün müstəhəb din eləyəsən, salavat deyəsən.